11 fevral 2026-cı il gecə saat 02:55 -4 dərəcə şaxta. Tərəfimizdən Şamaxı, Əngəxaran, Məlhəm Çuxur yoluna baxış keçirildi və yolun hərəkət hissəsində buzlanma qeydə alınmışdır. Hal-hazırda 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti yola qum-duz qarışığı səpir. Sahə rəisi Şahin Rəcəbov. 11 fevral 2026-cı il saat 06:15 -5 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Qaleyqurd, Siz, Çeşmədir, Qaradərəsi yolunu qardan təmizləyir, yola qum-duz qarışığı səpilir. Sahə rəisi Şahin Rəcəbov. 11 fevral 2026-cı il saat 05:16 -6 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Dəmirçi kənd yolunu qardan təmizləyir, yola qum-duz məhlulu səpir. İş icraçısı Tural Mursaliyev. 11 fevral 2026-cı il saat 07:50 -3 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin balansında olan Şamaxı, Şəhər, Seydəzim, Şirvani və Nərmanov küçəsində yol qardan təmizlənir və yola qum-duz məhlulu səpilir. Sahə rəisi Şahin Rəcəbov. 11 fevral 2026-cı il səhər saat 07:30 -2 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı şəhər, Nərmanov və Seydəzim küçələrinə qum-duz məhlulu səpir. Fevral 2026-cı il -6 dərəcə şaxta. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 nömrəli xüsusi təyinatlı yol idarəsi Qızmeydan yolunun qardan, buzdan təmizləyir. Duz qum qarışığı səpilir. İş icraçısı Tural Mursaliyev. 11 fevral 2026-cı il saat 06:15 -5 dərəcə şaxta. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Qaleyqurd, Siz, Çeşmədir, Qaradərəsi yolunu qardan təmizləyir, yola qum-duz qarışığı səpilir. Sahə rəisi Şahin Rəcəbov. 11 fevral 2026-cı il saat 10:02 -1 dərəcə şaxta. Dünən səhər radələrində yağan intensiv qar nəticəsində 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin balansında olan avtomobil yollarında avtomobillərin hərəkətinə çətinlik yaranmışdır. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikaları və işçi heyəti növbəli şəkildə yolları qardan təmizləyir və yola qum-duz qarışığı səpmişdir. Hal-hazırda 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin balansında olan yollarda avtomobillərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur. Sahə rəisi Şahin Rəcəbov.